Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər artıq övladlarını məktəbə hazırlamaq üçün zəruri ləvazimatların alışına başlayıblar. Bəs bu il məktəbə hazırlıq Sumqayıtda valideynlərə neçəyə başa gəlir? Sumqayıt TV Oxaza istinadən xəbər verir ki, məktəbli çantası, forma, dəftərxana ləvazimatları və digər məhsulların qiymətləri məhsulun keyfiyyətinə və istehsalçı ölkəsinə görə dəyişir. Bakı və Sumqayıtda aparılan müşahidələrə əsasən bəzi məktəb ləvazimatlarının qiymətlərində fərqlər var. Sumqayıtda isə bir sıra mağazalarda məktəb məhsullarına endirimlər tətbiq olunur. İlk olaraq dəftərlərin qiymətlərinə nəzər salaq. Sumqayıtda 40 vərəqli dəftər 25 qəpik, 60 vərəqli dəftər 35 qəpik, 100 vərəqli dəftər isə 55 qəpik qiymətinə satılır. 12 vərəqli enli xətli dəftərin qiyməti 15 qəpik, 24 vərəqli dəftər 25 qəpik, 48 vərəqli dəftər 40 qəpik, 60 vərəqli dəftər 55 qəpik, 96 vərəqli dəftər isə 75 qəpikdir. Bakıda isə 48 vərəqli dəftər təxminən 80 qəpik, 24 vərəqli dəftər 50 qəpikdir. 30 vərəqli dəftərlərin qiyməti isə 30 qəpikdən başlayır. Spirallı A4 ölçülü böyük dəftərlərin qiyməti 2 manat 5 qəpik, 240 vərəqli riyaziyyat dəftəri isə 6 manat təşkil edir. Digər məktəb ləvazimatlarının qiymətləri də məhsulun növünə və keyfiyyətinə görə dəyişir. Albomlar 50 qəpikdən 5 manatadək, yapışqanlar 30 qəpikdən 2 manatadək, ağardıcılar 40 qəpikdən 95 qəpikə qədər, qələmlər isə 15 qəpikdən 2 manatadək təklif olunur. Rəngli karandaşların qiyməti 1 manat 70 qəpikdən 7 manatadək, plastilinlər 5 manatdan 7 manata qədər, flamasterlər isə 90 qəpikdən 11 manatadək dəyişir. Su qablarının qiyməti 3 manatdan 25 manatadək, qələm və karandaş qablarının qiyməti isə 2 manatdan 8 manata qədər dəyişir. Əlbəttə, məktəb alış-verişində ən böyük xərclərdən biri də çanta olur. Hazırda mağazalarda əsasən Türkiyə və Çin istehsalı məktəbli çantalarına rast gəlinir. Çantaların qiyməti 10 manatdan başlayaraq 120 manatadək yüksəlir. Türkiyə istehsalı çantalar əsasən 30 manatdan 65 manata qədər arasında satılır. Daha keyfiyyətli Çin istehsalı çantaların qiyməti isə təxminən 60 manat civarındadır. Təkərli məktəbli çantalarının qiyməti isə 120 manatadək çatır. Valideynlər üçün digər diqqət çəkən məqam isə mağazalarda tətbiq olunan endirimlərdir. Məlumata görə Sumqayıt şəhərində bəzi məktəbli mağazalarında iyulun 22-sindən etibarən bir sıra ləvazimatlara endirimlər tətbiq olunur. Bu endirimlərin sentyabrın 30-una qədər davam edəcəyi bildirilir. Qeyd olunur ki, bəzi mağazalarda endirimli qiymətlər yalnız nağd alış zamanı keçərlidir. Məhsuldan asılı olaraq endirim məbləği 20 qəpikdən 1 manatadək dəyişir. Məktəbli formalarının qiymətlərində isə dəyişiklik olmadığı, ötən ildən tətbiq edilən endirimlərin qüvvədə qaldığı bildirilib. Beləliklə, yeni tədris ili ərəfəsində məktəb alış-verişinə xərclənəcək məbləğ seçilən məhsulların sayından, keyfiyyətindən və qiymətindən asılı olaraq dəyişir. Sumqayıtda bəzi mağazalarda tətbiq olunan endirimlər isə valideynlər üçün alış-verişi nisbətən daha sərfəli edə bilər. Siz övladınızı məktəbə hazırlamaq üçün bu il təxminən nə qədər vəsait xərcləməyi planlaşdırırsınız? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Sumqayıt TV-ni izləməyi, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.